Salam, hər vaxtınız xeyir olsun. Mən biologiya müəllimi Məsmə Sürxayeva. Bugün sizlərə həzm bölməsinə aid olan ümumiləşdirici tapşırıqların izahını paylaşacağım. Deməli, həzm bölməsini artıq bitirdik. İndi ümumiləşdirici tapşırıqlara baxaq. Birinci sualımız deyir, məntiqə əsasən sual işarəsinin yerinə uyğun olan anlayışı müəyyən edin. Bizə verib birinci ifadədə nazik bağırsağın mədədən sonra yerləşən şöbəsi. Nazik bağırsaqdan sonra yerləşən şöbə. Deməli, nazik bağırsaq mədədən sonra yerləşir. İfadənin mənası buymuş. Nazik bağırsaq mədədən sonra yerləşir. Nazik bağırsaqdan sonra yerləşən şöbə isə biz bilirik ki, yoğun bağırsaqdır. Burada yoğun bağırsaq yazaq. Keçək ikinci ifadəyə. Lizozim ağız suyu vəziləri. Doğrudur, çünki lizozim ağız suyunda ifraz olunur. Pepsin isə biz demişdik ki, mədənin tərkibindədir. Zülalları, mürəkkəb zülalları sadə zülallara qədər parçalayırdı. Üçüncü, mədədə zülalların parçalanması başlayır. Karbohidratların parçalanması başlayır. Sual işarəsinin yerinə yazmalıyıq ağız boşluğu. Çünki ilk olaraq karbohidratlar ağız boşluğunda, yəni zəif qələvi mühitdə parçalanırdı. Sonra karbohidratların parçalanması nazik bağırsaqda olan fermentlərin təsiri ilə baş verirdi. Dördüncü, həzm borusunun ilk şöbəsi ağız boşluğudur və deyir həzm borusunun son şöbəsi. Son şöbəsi isə yoğun bağırsaq və yoğun bağırsağın axırıncı şöbəsi olan düz bağırsaqla bitir. Bağırsaq. Sonra hər çənədə kiçik azı dişi 4 ədəddir. Bəli, 4 yuxarıda, 4 aşağıda azı dişləri var. Kiçik azı dişləri var. Burada qeyd edirəm, kiçik azı dişi. İndi böyük azı dişi. Böyük azı dişləri isə hər çənədə, alt çənədə 6 ədəddir. Üst çənədə də 6 ədəddir. Cəmi 12 ədəd edir. Belə düşünək də 1, 2, 3, 4. 4 dənə kəsici diş bir çənədə. Köpək dişləri, kiçik azı dişi, hər tərəfdə 2 dənə və böyük azı dişləri 3 ədəd. Toplamda yetkin insanda 16 diş edir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 diş. Bunun 4 ədədi kəsici dişdir. Köpək dişdir. Kiçik azı dişi və 3 ədəd də böyük azı dişləri. Ona görə də hər çənədə desə, baxın bir çənədə 3 bir tərəfdədir, 3 bir tərəfdədir. 6 dənə böyük azı dişi var. Hər iki çənədə dediyinə görə 6 üstəgəl 6 bərabərdir 12. Orqanizmin ən böyük vəzisi qaraciyərdir, həzm vəzlərindən və qida borusunun ən uzun şöbəsi isə nazik bağırsaqlardır. Düzgün və səhv ifadələri seçin. Deməli, 1 qram yağın tam parçalanmasının 17,6 kilojul enerji ayrılır. Bu səhvdir. Çünki 1 qram yağın parçalanmasından əslində deməli 38,9 kilojul enerji ayrılır.
Deməli, bu ifadə səhvdir. Zülallar bağırsaqda gliserin və yağ turşularına parçalanır. Bu da səhv fikirdir. Çünki zülallar gliserinə və yağ turşularına parçalanmaz. Yağlar gliserin və yağ turşularına parçalanar. Zülallar isə amin turşularına parçalanır. Üçüncü ifadə. Dəmir eritrositlərin tərkib hissəsini təşkil edir. Doğru ifadədir. Kitabda da belə bir cümlə var hətta. Orqanizmdə əsas enerji mənbəyi yağlardır. Əsas enerji mənbəyi karbohidratlardır. Çünki bu ifadədə yanlışdır. Çünki orqanizmin sutkalıq karbohidrata olan ehtiyacı 380-500 qramdır. Bunu da 17,6 kilojoula vursaq, kifayət qədər böyük bir rəqəm alınır. Ona görə də əsas enerji mənbəyi karbohidratlardır. Kalsium duzları sümüklərin böyüməsini təmin edir. Doğru ifadədir. C vitamini görmə pigmentinin tərkibinə daxildir. Yanlışdır, çünki A vitamini idi. Burada əgər A vitamini olsaydı doğru olardı. A vitamini görmə pigmentinin tərkibinə daxil idi. Sonra şəkildə həzm sisteminin bir hissəsi göstərilmişdir. Hansı iki struktur yağların həzmində iştirak edir? Biz demişdik ki, yağların həzmində iştirak edirdi. Deməli, mədaltı vəzi və öd, mexaniki həzmdə iştirak edirdi. Ona görə burada 3 və 5. 1 və 4 rəqəmi ilə hansı dişlər göstərilmişdir? Baxın, burada çəkib şəkli. 4 ədəd 1, 2, 3, 4 ədəd olanlar kəsici dişlərdir. Kəsici dişlər. Köpək dişidir. Burada biri, bu hissədə sol tərəfdə biri, sağ tərəfdə biri. Olmaqla hər çənədə 2 ədəddir. Yəni, ümumilikdə götürsək 4 ədəd, alt və üst çənədə birlikdə 4 ədəd köpək dişi var. Sonra burada mavi ilə göstərilənlər kiçik azı dişləridir. Baxın, burada da qeyd olunur. 3 rəqəmi ilə verilir. Kiçik azı dişləri. Amma burada bənövşəyi rənglə verilən 3 ədəd diş isə böyük azı dişləridir. İndi bizə deyir ki, 1-4 rəqəmləri ilə hansı dişlər göstərilmişdir və biz hamısının üzərində qeyd etdim. Baxıb yaza bilərsiniz. Ağız boşluğunda qida hansı dəyişikliklərə məruz qalır? Düzgün 3 cavabı seçin. A variantında deyir ki, qidanın ağız suyu ilə isladılması. Bu doğrudur. Çünki qida ağız suyunun iştirakı ilə islanır və dişlərin köməyi ilə xırdalanır. Sonra qidanın xırdalanması. Bu da tamamilə doğrudur. Yağların parçalanması. Xeyr, doğru deyil. Çünki yağlar ağız boşluğunda parçalanmaz. Nişastanın parçalanması doğrudur. Çünki karbohidrat tərkiblidir nişasta və karbohidratların parçalanması. Biz demişdik ki, ağız boşluğunda başlayır. Y, zülalların parçalanması isə bu da səhv fikirdir. Zülallar mədədə parçalanır. Cavab A, B və D variantı olacaq. Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın. Bizə deyir ki, həzm kanalının genişlənmiş hissəsi. Genişlənmiş hissəsi bu mədədir. Həzm kanalının ən uzun şöbəsi nazik bağırsaqlardır. Xlorid turşusu tərkibinə daxil olur. Nəyin tərkibinə daxil olurdu ki? Mədə şirəsinin tərkibində idi xlorid turşusu. Mədə şirəsi. Sonra bağırsaq xovlarının funksiyası
Bağırsaq xovlarının funksiyası qida maddələrinin sovrulması, bura əldə edirik bunu. Suyun çox hissəsinin sovrulması isə yoğun bağırsaqda olur. Sonra 7. Birinci və 3 rəqəmi ilə hansı ağız suyu vəzləri göstərilmişdir? 1, 2, 3 yəni demək istəyir. Birinci qulaq yanı, ikinci dil altı, üçüncü çənə altı. Biz bilirik ki, artıq ağızda 3 cüt iri ağız suyu vəziləri və çoxlu xırda vəzilər var. 8-ci suala. Deyir ki, 1 və 2 nömrəli şəkillərdə itin və qara malın həzm sistemlərinin bir hissəsi göstərilmişdir. Hansı həzm sistemi qara mala aiddir? Cavabınızı əsaslandırın. Qara malın həzm sisteminin quruluşu onun qidalamaq xüsusiyyəti ilə necə əlaqəlidir? Bunu belə izah edim ki, it məsələn ət qidası ilə qidalanır, qara mal isə bitki mənşəli qida ilə. Biri heyvan mənşəli qida ilə qidalanır, digəri isə bitki mənşəli. Yadımızda saxlayaq ki, bitki mənşəli qida ilə qidalanan canlıların bağırsağı daha uzun olur. Buna görə də bu, həm də ki onlar gövşədiyi üçün inəyin mədəsi 4 hissəli, 4 kameralıdır. Bu mədə mürəkkəb mədədir, yəni 4 kameralı bir mədədir. İtin mədəsi isə 1 kameralıdır. Ona görə birinci şəkil itə aiddir. İkinci isə qara mala aiddir. Bağırsağına fikir versək görürük ki, baxın, bağırsağı qara malda daha uzundur. Çünki bitki mənşəli qida ilə qidalandıqlarına görə bunların bağırsağı daha uzun olur. Ancaq itdə isə daha qısadır, inəyə baxarkən, qara mala baxarkən. Bu da onlarda həzm sistemindəki fərqi göstərir. Sonra burada 3 canlının şəkli göstərilib, çənəsinin. Fikir versək görərik ki, birinci A canlısında köpək dişləri yoxdur, boşluq var bu hissədə. Ancaq kəsici dişləri ilə azı dişləri inkişaf edir. Deməli, bu canlı gövşəyənlərə aid ola bilər. Yəni, bitki mənşəli qida ilə qidalanır. Arxa dişlər daha çox bitki mənşəli qidaları gövşəməyə xidmət edir. Ancaq ikinci bir canlıdakı kəllə sümüyündəki dişə baxsaq görərik ki, bunlarda köpək dişləri görürsünüz necəcə inkişaf edir, böyükdür köpək dişləri. Deməli, bu canlılar yırtıcı həyat tərzi keçirirlər. Daha çox ətlə qidalanırlar. Üçüncü insanın kəllə skeletidir və insanda bütün dişlər inkişaf edib. Yəni, insan hər bir şey yeyən canlıdır. İstər bitki mənşəli qida ilə, istər heyvan mənşəli qida ilə qidalana bilir. Buna görə də onlarda bütün dişlər ixtisaslaşıb və inkişaf edib. Lakin digər canlı, məsələn, bu itə aid ola bilər, canavara aid ola bilər, B variantındakı yırtıcı həyat tərzi keçirən canlılara aid ola bilər, heyvan mənşəli qida ilə qidalananlara aiddir. A canlısı isə daha çox bitki mənşəli qida ilə qidalanan canlılara aiddir. İnək ola bilər, at ola bilər, keçi ola bilər. Bu canlılar A'ya daha çox uyğundur. Bu mövzudan da bu qədər. Nə sualınız olsa yorumlarda və yaxud rəylərdə gözləyirəm. Sağ olun.